Salam hörmətli izləyicilərim, hər birinizi salamlayıram. Bugün sizinlə birlikdə pirajki bişirəcəyik. Pirajkinin xəmirini öncədən yoğurub hazırlamışam. Pirajkimiz gözəl çıxması üçün xəmirimizin gözəl yoğurulması çox önəmlidir. Xəmirimizin tərkibi nədən ibarətdir? Rəy bölməsində də qeyd olunacaq. Burada da hamısını ardıcıllıqla deyəcəyəm. 1 stakan yarım ilıq su, yarım stakan ilıq süd, yarım stakan duru yağ, 1 xörək qaşığı toz şəkər, 1 yüngül xörək qaşığı duz, 1 yumurta, 2 xörək qaşığı droş və təbii ki, aparana qədər un. Söylədiyim qatkıları gözəl bir şəkildə qarışdıraraq yumuşaq, ələ yapışan bir xəmir əldə edirik. Xəmirimiz gözəl bir şəkildə acıdıqdan sonra onu əlimizlə havasını çıxardırıq. Bunu unutmayın, bu mütləqdir. Və beləcə istədiyimiz boyda kündələrə ayırırıq. Mən pirajkiləri çox böyük şəkildə xoşlamadığım üçün biraz kündələri balaca tutmuşam. Kündələri çox böyük tutmamaya özən göstərin. İndi isə keçək pirajkimizin içliyinə. Pirajkimizin içliyini də öncədən hazırlamışam. Pirajkimizin içliyi nədən ibarətdir? 5 orta boy kartofu soyub doğrayaraq suda gözəl bir şəkildə bişirmişəm. Sonra əzərək püre halına salmışam. 3 ədəd soğanı, orta boy soğanı tyorkadan keçirdərək yağda bişirmişəm. Gözəl qızılı rəngə çalana qədər soğançanı qovurmuşam. 1 ədəd pomidor, 1 çay qaşığı tomat və zövqə görə duz, istiyot əlavə edərək kartofla soğançanı qarışdıraraq belə bir içlik əldə etmişəm. Pirajkimizin içliyi də gözəl olması çox önəmlidir. Pirajkimiz daha gözəl və daha dadlı olar. Və keçirik pirajkimizin hazırlanmasına. Xəmirimizi kündələrə ayıraraq bir 5 dəqiqə özünə gəldikdən sonra belə yayaraq içlik əlavə edib və gözəl bir şəkildə bükürük. Bükərkən diqqətli olmaq lazımdır. Möhkəm bükmək lazımdır ki, pirajkini qaynar yağın içərisinə atarkən açılmasın. Əgər açılarsa, içlik yağa tökülərək yanmağa başlayar və yağımız yanarsa heç xoş olmaz. Pirajkilərimizi gözəl bir şəkildə hazırlayırıq. Birləşən bölgələrini çox gözəl birləşdirmək lazımdır. Öncə dediyim kimi. Və pirajkiləri hazırladıqdan sonra üzərini dəsmalla örtürük. 5-10 dəqiqə kimi dinləndiririk. Bu mütləqdir. Bu arada fikirlərinizi rəy bölməsinə yazmağı, abunə olaraq dəstək olmağı unutmayın. Hər birinizin dəstəyini gözləyirəm. Pirajkinin xəmirinə duru yağı nə üçün əlavə edirik, onu bildirməyi unutdum. Yağı ona görə əlavə edirik ki, bişərkən xəmir yağı canına çəkməsin. Təkrarən qeyd edim ki, ola bilər ki, nəzərinizdən qaçar. Pirajkilərimiz tam hazır olduqdan sonra dəsmalla üzərini örtərək 5-10 dəqiqə dinləndirmək mütləqdir. Pirajki bişirəcəyimiz qabı tərtəmiz qurulayırıq. Tərkibinə su qalmamalıdır. Buna diqqət yetirin, zəhmət olmasa. Sonra duru yağı əlavə edərək gözəl bir şəkildə qızdırırıq və nəzərinizə çatdırım ki, yağın yanmaması üçün yarım kartof, para kartofu soymamış formada yuyuruq tərtəmiz salfetlə quruladıqdan sonra yağın içərisinə atırıq ki, yağımız yanmasın. Və bu da hazırladığımız pirajkilərimiz. Hər iki üzünü çevirərək gözəl bir şəkildə qızardır və bişiririk. Və bu da bizim gözəl, yumuşaq pirajkilərimiz. Həm görünüş baxımdan,
həm dad baxımından çox gözəl pirajkilərimiz çıxdı. Mənim ilk videom olduğu üçün hardasa qüsurlarım, yanlışlarım olubsa, buradan hər kəsdən üzr istəyirəm. Yəni ilk videomda yəqin ki anlayışla qarşılanar. Gözəl fikirlərinizi və dəstəyinizi gözləyirəm. Əgər gözəl fikirlər olarsa, gözəl bir reseptlə gələcəyəm. Sizə nuş olsun.